Son zamanlar ümumi istifadə olunan məhəllələrdə sakinlər tərəfindən yaradılan kiçik parklanma yerlərinə tez-tez rast gəlinir. Bu parklanma yerlərində qıfıllı şlanqbaum və ya zəncirlərdən, bəzənsə müxtəlif işarələrdən istifadə olunur. Belə parklanma yerlərindən şəhərin 2 ərazisində 9-cu mikrorayonda Mircəlal 105 və Memarəcəmi ərazisində Asif Məhərrəmov küçəsindəki bir neçə həyətdə də var. Bu ərazilərdə yalnız nömrələri yazıda qeyd olunmuş avtomobillər parklana bilər. Maraqlıdır. Belə parklanma yerlərinin yaradılmasına hansı qurum nəzarət edir? Məsələ ilə bağlı Today Press TV-yə danışan hüquqşünas Ərşad Hüseynov bildirdi ki, sakinlər avtomobillərini yaşadığı ərazidə binanın ümumi ərazisində park edə bilərlər. Ancaq orada həmin o parklanma yaradılan yerin iki cür statusu ola bilər də. Əgər həmin binanın ərazisi isə, yəni binanın ümumi ərazisinə daxilsə, orada həmin ərazidə yaşayan nəqliyyat vasitəsinin sahibləri də öz avtomobillərini park edə bilərlər. Lakin hansısa bir ərazini bura mənimdir deyərək yox. Yəni bizim mənzil məcəlləsində belə bir ümumi tələb var ki, əgər çoxmənzilli binadan söhbət gedirsə, həmin çoxmənzilli binadakı mənzillərin mülkiyyətçiləri bir ümumi yığıncaq təşkil etməlidirlər. Həmin yığıncaq o binanın ümumi ərazilərinin idarə olunması ilə bağlı qərarlar qəbul edə bilər. Məsələn, o qərarlar tutaq ki, orada binanın həyətində o binaya bağlı olan ərazi varsa, o ərazidən istifadə ilə bağlı məsələləri mülkiyyətçilər özləri tənzimləyə bilərlər. Orada heç bir problem yoxdur. Yəni, prinsipdə belə olacaq ki, ərazidə parklanma yerləri yaradıla bilər, nişan da qoyula bilər, xətlər də çəkilə bilər. Kim gəldi, kim növbəllik əsasında istifadə edə bilər. Kimsə bəxti gətirdi, birinci gəldi, kimsə bəxti gətirdi, sonra gəldi, belə istifadə edə bilər. Hansısa bir ərazi, bura mənimdir deyə belə yanaşma yol verilməzdir. İkinci bir variant da ola bilər ki, tutaq ki, həmin binanın yaxınlığındakı küçədə və yolda parklanma yerləri təşkil oluna bilər. Əgər bu artıq ümumi istifadədə olan yoldursa, onda orada parklanma yerlərini ancaq bizim səlahiyyətli dövlət qurumları təşkil edə bilər. Azərbaycanda da bu səlahiyyətli dövlət qurumu Sumqayıt və Gəncə şəhərləri çıxmaq şərti ilə Yerüstü Nəqliyyat Agentliyidir. Sumqayıt və Gəncə şəhərlərində ödənişli parklanma yerlərinə münasibətdə, yəni ödənişli parklanma yerlərinin təşkil olunması məsələsində Daxili İşlər Nazirliyi dövlət yol polisidir. Amma digər yerlərdə də tutaq ki, nişan qoymaq, xətt çəkmək məsələsində yenə də aynıdır Yerüstü Nəqliyyat Agentliyi. Onlar ərazidə yol hərəkəti təhlükəsizliyini, oradakı nəqliyyat axınlarını və s. nəzərə alaraq nişan qoya bilərlər, parklanma yeri yarada bilərlər və o parklanma yeri də ödənişli və yaxud da ödənişsiz olmasından asılı olmayaraq hamı üçün açıq olacaq. Hətta bizim qanunumuz, yol hərəkəti haqqında qanun və hansısa parklanma yerlərinin rezervasiya edilməsini, yəni bura mənimdir deyərək oranı hardasa bir zəbt eləmək, orada nə isə qoymaq, orada hətta gəlib gedənə demək ki, bura mənimdir, bunu qadağan edir. Məsələnin bir başqa tərəfi isə belə parklanma yerlərindən narazı olan sakinlərlə bağlıdır. Bu sakinlər arasında mübahisələr, hətta bəzən əlbəyaxa davalar belə yaranır. Bəs Daxili İşlər Nazirliyi belə halların yaranmaması üçün hansı tədbirləri görür? Parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halların aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən sistemli mübarizə aparılır və qanunsuz fəaliyyətin qarşısı alınır. Ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə hansısa ərazinin zəbt olunması hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülür. Binaların həyətlərində belə qanunsuz parklanma yerlərinin yaradılması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Ayna tərəfindən parklanma yerləri dövlət avtomobil yolları kənarlarında təşkil edilir. Məhəllələrdə parkinqin təşkili və ləğvi qurumun səlahiyyətləri çərçivəsində deyil. görünən odur ki, aidiyyatı qurumlar bu problemin həlli üçün birgə səy göstərməsələr, qonşuların parkinqlə bağlı davalarına hələ çox şahidlik edəcəyik. Mövzunu diqqətdə saxlayacağıq. Vüsalə Neciyeva, Today Press TV.